insan Allaha tərəf getməklə saadətli olur. Bir nəfər insan var idi, təqribən bu insan 30-40 ildir şərab içirdi. Bəlkə də 40 ildən də çox. Təqribən 57 yaşında dünyasını dəyişdi. Demək olar ki, bu adam 15 yaşından şərab içir. Təqribi 30 ildən də yuxarı müddət şərab içir və digər pis adətlər də var. Aludəçidir yəni. Ona dəvət verdi, əlhəmdülillah. Yəni o, Allaha sığındı, nəfsinə bəzi şeyləri qadağan etdi, Allaha təslim oldu, pis adətləri tərk etdi, Allaha ibadət etdi. Bir ildən sonra ölüm onu yaxaladı. Yəni öldü. Öləndə də biz onun yanındaydıq. Dedi, 2 dəfə dedi ki, la ilahə illallah, la ilahə illallah. 2 dəfə dedi la ilahə illallahı, halbuki o vəziyyətdə deyildi. Çox elə bir komaya düşmüşdü, elə bir vəziyyətdə idi, danışa bilmirdi. Allah nəsiblər. Amma ölən anında o momentdə gözlərini açdı, bizə baxdı, dedi la ilahə illallah, la ilahə illallah, öldü. Və həqiqətən şahidi olduğumuz bir şey. Bəli. Allah Azza və Cəllə'nin sadiq oldu və neçə il o aludəçisi olduğu şərabı və digər pis adətləri tərk etdi, Allaha təslim oldu. Allah Azza və Cəllə də ona nicat verdi. Gözəl sonluq. Bəli, gözəl sonluq verdi. Yəni budur, yəni müsəlman çalışmalıdır, Rəbbinə təslim olsun. Peyğəmbəri Muhammed sallallahu aleyhi və səlləmin həyatına baxsın və onun həyatının özünə örnək götürsün. Və belə insan nicat tapa bilər. Nəfsin, belə deyək, nəfsinə bəzi şeyləri qadağan etməklə və Allaha yönəlməklə, Allaha sığınmaqla, Allah Azza və Cəllənin, belə deyək, ona verdiyi nemətlərə təşəkkür etməklə, yəni insan nicata çata bilər, xeyrə çata bilər. Əks halda insan bu dünyada bədbəxt olacaqdır.